Mənim adım Bəbir Qasımov. 1996-cı il 11 iyulda Özbəkistan Respublikası Daşkənd vilayəti Anqren şəhərində anadan olmuşam. Məktəbi və kolleci orada bitirmişəm. 2019-cu ildə Azərbaycana köçmüşəm ailəmlə bərabər. Hal-hazırda ADPO-nun 3-cü kurs tələbəsiyəm. Məktəbəqədər fakültəsinin təhsildə sosial psixoloji xidmət üzrə təhsil alıram. Əsgəriyyə 2020-ci ildə mən getmişəm, vətəndaşlığı qəbul eləyən kimi və müharibəyə elə orada əsgər kimi qatılmışam. Dediyim kimi, mən müharibəyə əsgər kimi qatılmışam və öyrəndiyim an əlbəttə ki, həm biraz həyəcan vardı, həm də ki, sevinç ki, belə bir fürsət yarandı ki, nəhayət həm torpaqları işğaldan azad eləmək, həm də ki, qisas almaq və əlbəttə ki, bütün o əsgərlərdə hiss var idi, həm biraz həyəcan, həm biraz sevinç, hamı hisslə dolu idi. Belə deyim ki, heç bir qorxu məndə yox idi, həm də ki, dərindən bir sakitçilik var idi ki, heç bir çətin bir şey, yəni problem olmayacaq. Müharibədə Tərtər istiqamətində iştirak etmişəm. Bizim hərbi hissə Su qovşağını işğaldan azad edib. Onu da qeyd etmək istədim ki, bizim hərbi hissədən qabaq bir neçə hərbi hissə ora çalışırdı ki, azad eləsin. Amma ki, yenə də bizim hərbi hissəyə qismət oldu oranı azad eləməyə. Və müharibə bitəndən sonra 1 dekabr bütün hərbi hissə ilə verirdi. Mən Laçına girmişəm. Yəni Laçına girənlərdən ilk insanlardan biriyəm. Və orada 10 ay orada xidmət eləmişəm Laçının ərazisində. Ən unudulmaz anlardan da biri o idi ki, ön cəbhədə mülki cəmaət bizə çox dəstək verirdi. Həm bu tibbi yardım olsun, həm də ki, misal üçün hansısa bir tibbi ləvazimatlar və yaxud qida məhsulları, geyim və ən önəmli bir amillərdən biri də odur ki, həm də uşaqlar öz Belarus dilində desək открытка, yəni ki, öz əlləri ilə düzəldilmiş bir kağızlar bizə göndərirdilər və orada yazılırdılar ki, biz sizinlə fəxr edirik, ancaq irəli biz sizi səbirsizliklə gözləyirik, hər şey yaxşı olacaq, də ki, sağ-salamat qayıdın. Bu çox, belə deyim, yadda qalan bir xoş hadisələrdən biri idi. Qələbə xəbəri alanda bu gecə idi, demək olar ki, saat 12 və mən onda öz xidmətimi yerinə yetirirdim. Telefonoqrama gəldi ki, bəs müharibə dayandı, biz qələbə çaldıq. Əlbəttə ki, bu çox, belə deyim, möhtəşəm bir hiss idi. Hamı sevinirdi ki, nəhayət müharibə qurtardı. Çünki mən Tərtərdəydim və gözümün qabağında olurdu bu kəndlərin bombardman edilməsi, raket zərbələri, hamısını mən özüm görmüşəm. Və elə də olurdu ki, mən yanımda, gözümün qarşısında bir insan kontuziya alıb, zəda yaralanması və bu anları görmək necə insan kontuziya alır. Mən ilk dəfə görmüşdüm, o da müharibədə, o çətin bir andı. Və onda çox özümü xoşbəxt hesab elədim ki, nəhayət müharibə qurtardı və mən bunu öz gözlərimlə canlı şahid kimi görürəm. Dövlət tərəfindən müharibədən sonra mən təltif edilmişəm Laçın uğrunda azad edilməsi medalı ilə və müharibə iştirakçısı medalı ilə. 2 dənə təltifim var. Müharibə mənə bir şey öyrətdi ki, sonuna qədər gərək inanasan və əgər istədiyin bir məqsədin varsa, o məqsədə nail olmaq üçün sən çoxlu öz üzərində çalışmalısan, işləməlisən və heç vaxt məyus olmamalısan. Ancaq irəli və irəli. Həm də ki, inanmalısan səmimi qəlbdən. Misal üçün, bizim millət səmimi qəlbdən inanırdı ki, nə vaxtsa torpaqlarımız işğaldan azad olunacaq və bu da oldu. Tələbə yoldaşlarım da biləndə ki, mən müharibə iştirakçısıyam, hamısında sual dolu. Hamısı başlayıb mənə suallar verməyə ki, bəs necə idi, çətin idi, kim sizə yardım edirdi, yəni insanlar, mülki, əhali və çox suallar verirdilər ki, bəs şəhidlər haqqında, qazilər haqqında. Əlbəttə ki, bu hamıya maraqlıdır, çünki
İnsanlar hamısı buradaydı, mülki ərazidə. Onlar yəni ki, müharibə nə idi, ancaq televizordan bilirdilər, yəni və yaxud da ki, hansısa bir xəbərdən. Amma mən təbii ki, canlı bir şahid. Gələcək planlarım da odur ki, əlbəttə ki, təhsili bitirmək, ondan sonra magistr və öz sahəm üzrə işləmək. Psixologiya çox gözəl bir peşədir, çox gözəl bir sahədir və düşünürəm ki, müasir bir zamanda, süni intellekt olan bir zamanda psixologiyaya hamıya ehtiyac var. Bizim gənclərə bir tövsiyəm odur ki, həmrəy olsunlar, həm də ki, özünə güvənsinlər, özünə inansınlar, öz üzərində çalışsınlar, bir neçə dil öyrənsinlər, elmlə məşğul olsunlar. Və mən bunu demək istəyirəm ki, həmişə xatırlamaq lazımdır öz tariximizi, öz keçdiyimiz günlərimizi, misal üçün, bu Xocalı faciəsi olsun, 1-ci Qarabağ müharibəsi olsun, heç vaxt unutmaq olmaz. Və həmişə öz üzərində çalışmaq, biz ən yaxşısına layiqik, biz lider olmaq üçün gəlmişik bu dünyaya və bizim böyük, mühüm bir tariximiz var ki, məsələn, biz İran ərazisində 1000 ildən çox hökmdarlıq etmişik. Bizim Qafqaz Albaniyası mövcud olub, o da 1000 ildən çox mövcud olub. Yəni ki, ancaq öz üzərində çalışmaq və elmlə məşğul olmaq və bol uğurlar. Və son olaraq, yekun olaraq mən hamını Zəfər günü münasibətilə təbrik eləmək istəyirəm. Çünki bu il 5 iliydi, yubileydi. Bilirsiniz, bu 5 il keçsə də, amma adam elə gəlir ki, elə bil ki, bu dünən baş verib, yəni ki, çox yaxın zamanda elə bil ki, baş verib, amma halbuki ucu 5 il keçib. Və yenə də xalqımıza və hamınıza sizə sülh arzulamaq istəyirəm. Ölkəmizdə sülh olsun, rifah olsun və can sağlığı və heç bir zaman müharibə nədir bilməyəsiniz. Amin.